Bəli, bu bir həqiqətdir. Bəzi insanlar gileylənib şikayət edirlər ki, bizim yaxşılıq etdiyimiz insanlar bəzən bizə qarşı elə rəftarlar edirlər ki, biz etdiyimiz yaxşılıqlar müqabilində peşman oluruq. Bu bir reallıqdır. Bu hadisə bəzən insanın ailəsi tərəfindən və ya qohumu tərəfindən və ya dostu, tanışı və ya hər bir kəs tərəfindən baş vermiş olur. Belə insanlar barədə İmam Sadiq əleyhissalamın yanında danışarkən o həzrət buyurdu: Allah lənət etsin yaxşılığın oğullarını. İmamdan soruşdular, yaxşılığın oğulları kimlərdir? İmam cavabında buyurdu: yaxşılığın oğulları o şəxslərdir ki, onlara qarşı yaxşılıq olanda, onlar həmən yaxşılığın sahibinə qarşı pis bir əməllə nankörcasına rəftar etmiş olur.